Salam, vaxtınız xeyir olsun əziz müəllimlər. Mövzu izahımız şəxsiyyətin formalaşması və inkişafı. Başlayaq. Şəxsiyyətin formalaşması və inkişafı tarix boyu araşdırılan mövzulardan biri olub və müxtəlif nəzəriyyələr irəli sürülüb həmin mövzu ilə bağlı və ümumilikdə şəxsiyyətin formalaşması və inkişafı iki əsas amillə bağlanılır. Daxili amillər, daxili və xarici amillər. Aha. Daxili amil dedikdə biz şəxsin bioloji, fiziki, fizioloji, genetik amillərini, bütün faktorlarını nəzərə alırıq. Və daxili amillər əslində bizdə ünsiyyət və münasibət bu bütün hamısını ətrafla ünsiyyət və münasibətdə birləşdirəcək. Digər tərəfdən xarici amillər. Xarici amillər isə bizim ətrafda təbii mühit və sosial mühit, ailə mühiti və ətraf mühitin bizə təsiri nəticəsində şəxsiyyətimizin və xarakterimizin formalaşmasını özündə əks etdirəcək. Və həm pedaqogika, həm psixologiyada şəxsiyyətin inkişafı və formalaşması ilə bağlı bir neçə üç konsepsiya irəli sürülüb. Bu konsepsiyalar hansılardır? Bioloji, sosial və biososial. Üç əsas konsepsiya irəli sürülüb. Hər bir konsepsiyanı nəzərə almaq mümkündür. Gəlin baxaq. Bioloji konsepsiya deyir ki, insan bioloji varlıq kimi dünyaya gəlir və dünyaya gəldikdə özü ilə anadan olduqda bütün xarakteri, xüsusiyyətləri özü ilə gətirir. Yəni, dünyaya öz xarakteri ilə birlikdə gəlir və ölənə qədər bu xarakterlə birlikdə gedir. Mühitin təsiri ilə yeni nəsə qazanmır və dəyişmir. Bu olur bioloji konsepsiya haqqında verəcəyimiz məlumat. Sosial konsepsiya isə deyir, insan dünyaya gələrkən bu testdə bunlar qarşımıza çıxır. Ağ vərəq kimi dünyaya gəlir və ətraf mühitin təsiri ilə yeni nəsə qazanır. Yəni biz artıq mühitin təsiri ilə, ətraf mühitin xüsusən təsiri ilə formalaşırıq. Təbii mühit amilini keçdikdə ailə mühiti də var, digər sosial mühit də var. Ümumiyyətlə bütün mühiti nəzərdə tutur ki, sosial konsepsiyaya görə mühitin təsiri ilə formalaşırıq biz. Üçüncü, biososial konsepsiya var ki, biososial konsepsiyaya görə isə şəxsiyyətin formalaşması əslində insan özü ilə də dünyaya gələrkən müəyyən xüsusiyyətləri özü ilə gətirir. Lakin mühitin təsiri ilə ya dəyişdirir, ya da yeni xüsusiyyətlər qazana bilir. Yəni bioloji və sosialı biososial özündə birləşdirir. İndi bunlarla bağlı bir testə baxaq, daha sonra amillərlə bağlı danışarıq. Uyğunluğu müəyyən edin. Bioloji, sosial və biososial konsepsiya ilə bağlı. İnsan bioloji fərd kimi doğulur, şəxsiyyət kimi məhz mühitin təsiri ilə formalaşır. Yadda saxlayaq, hər üç konsepsiya insanın bioloji fərd kimi doğulduğunu, dünyaya gəldiyini qəbul edir. Yəni, buradan cavabı çıxara bilmərik. Amma şəxsiyyət kimi məhz mühitin təsiri ilə formalaşır dedikdə, bu sosial konsepsiyanın gözlədicidir. İki olur A bəndi. B. İnsan təbii varlıq olduğu üçün bütün davranışı anadan olanda özü ilə gətirir və davranışa görə artıq şəxsiyyət hesab edilir. Özü ilə gətirir və dəyişdirmir deyən bioloji konsepsiyadır. Bir olacaq B. Şəxsiyyət irsiyyətlə ötürülür və sosial amillərin təsiri altında formalaşır. Artıq C bəndindən açıq-aşkar görürük ki, həm biolojinin, həm sosioloji konsepsiyanın izahları burada var, hər ikisi. Və ikisi bir yerdə olacaq, biososial. C bəndi olur, biososial. B-A-C. Cavab olacaq. İndi isə biz şəxsiyyətin formalaşması və inkişafında amillərdən danışacağıq. Başlıca üç əsas amil var burada. Bunlar hansılardır? İrsiyyət, daha sonra mühit, bir də olacaq tərbiyə.
Yadda saxlayaq ki, ilk öncə irsiyyətdə. İrsiyyət valideyndən övlada ötürülən müəyyən deyək ki, dəyərlərmi, keyfiyyətlərmi, hər hansı bir xüsusiyyətlərmi irsən ötürülə bilər. Bu irsiyyət amilinin göstəricisidir. Amma bunu yadda saxlayaq ki, irsiyyət xarakterin formalaşmasında aparıcı amil deyil. Aparıcı amil deyil. Bunu birinci yadda saxlayaq. Bəs valideyndən övlada nə ötürülə bilər? Məsələn, fiziki əlamətləri ötürülə bilər. Onun gözünün, dərisinin rəngi, saç rəngi, fiziki olaraq ona oxşaması, boyu və s. Bu, irsiyyət amilinin göstəriciləri. Hətta valideyndən övlada xəstəliklər, patoloji qüsurlar belə ötürülə bilər. Bu da irsiyyətin göstəricisidir. İrsiyyətlə bağlı bunu deyirik, amma irsiyyət aparıcı amil deyil. Şəxsiyyətin formalaşmasında rolu var, aparıcı deyil. Mühit. Mühit dedikdə iki mühit nəzərdə tutulur. Həm sosial, həm də təbii mühit. Sosial mühit dedikdə biz ətraf mühiti nəzərdə tuturuq. Təbii mühit isə ailə mühitidir. Yadda saxlayaq ki, təbii mühit azyaşlı və məktəb yaşlıların inkişafına təsir edir. Bu təbii mühitdir. Sosial mühit isə daha yuxarı yaşlara təsir edəcək. Yəni, yalnız aşağı yaşlar yox, həm də yuxarı yaş qruplarına təsir edəcək. Bu sosial mühitin göstəricisidir. Biz sosial və yaxud biososial konsepsiyalarda mühitə birbaşa istinad etmişdik. Mühit əslində insanın xarakterinin, şəxsiyyətin formalaşmasında təsir edən amillərdəndir. Növbəti olur tərbiyə. Tərbiyə isə şagirdlərdə, uşaqlarda mənəviyyatın və dəyərlərin inkişaf etdirilmə prosesidir. Bununla bağlı biz artıq bəzi nəzəriyyələr keçmişik. Hansı ki, Lawrence Kohlberg deyirdi ki, mənəvi inkişafımız idraki inkişafla bağlıdır. Digərləri, psixoanalistlər və behavioristlər isə deyirdi ki, mühitin təsiri və tərbiyə prosesindən asılıdır. Həmin tərbiyədə söhbət ətraf mühitin və ailənin tərbiyəsindən söhbət gedəcək burada. Yəni, tərbiyə dəyərlərin və mənəvi keyfiyyətlərin aşılanmasıdır. Amillərlə də bağlı bir testə baxaq, bildiyimizi möhkəmləndirək. Verilmiş variantlardan hansı şəxsiyyətin inkişafında irsiyyətin rolunu bildirir? Gəlin biz hər birini oxuyaq və hər birinə aid olanı deyək. Atalar sözləridir. Ağıllı adamla dost olsan əgər, elmi mərifəti sənə də keçər. Yəni, bizim dostumuzun elmi mərifəti bizə keçirsə, bu sosial mühitin göstəricisidir. Və sosial mühitdə bu mühit olacaq. A bəndi mühitdir. B. Dostunu mənə göstər, deyim sən kimsən. Bu da mühitin təsirindən söz gedir. Ot kökü üstündə bitər. Ot kökü üstündə bitməsi amma irsiyyətin əlamətidir. İrsi olaraq, yəni onu ötürülən nədirsə, onu davam etdirir. Ağac yaş ikən, uşaq beşikdə ikən, bu tərbiyə ilə bağlıdır. Tərbiyə olunması prosesidir. Amma cavabımız C bəndi olacaq. Çünki bizdən irsiyyəti istəmişdir. Atın yanında bağlasan həmrəngi olmasa da həm xasiyyət olar. Aha, bu da mühitin təsiri ilə dəyişməyimizi göstərir. Burada da cavab olacaq, ya bu olacaq artıq mühit. Mühit A, B, E-də var, C-də irsiyyətdir, D-də də olacaq tərbiyə prosesinin göstəricisi var D-də də. Cavab olacaq C bəndi. Amma hər halda bütün hər birinə aid nümunələrə baxmış olduq. Çox çətin mövzu deyil, diqqətli olmalıyıq. Biz konsepsiyalara baxdıq, amillərə baxdıq. Konsepsiya və amillərdən sonra şəxsiyyətin inkişafı və formalaşmasında şəxsiyyət tipləri var. Hansı ki, Carl Jung və Hans Eysenck bunu irəli sürəcək. Şəxsiyyət tipləri. İlk öncə Carl Jung irəli sürdüyü şəxsiyyət tipləri haqqında danışaq. Carl Jung'a görə iki cür şəxsiyyət tipi var və bunlardan biri introvert, biri də ekstravertdir. Carl Jung əslində insanları introvert və ekstravert
şəxsiyyət tiplərinə bölərkən əsas araşdırdığı və üzərində işlədiyi qərar qəbul edərkən subyektiv fikrinimi, kənar təsirimi daha çox üstün tutur. Yəni qərar qəbul edərkən daha çox öz fikrinə, subyektiv yanaşmasına üstünlük verirsə, burada subyektiv olacaq. Bu olur introvert. Subyektiv fikri. Ekstravertlərdə isə subyektiv fikri əsas olmur, yəni subyektiv fikri olmur demirik. Əsas olan subyektiv fikri deyil, kənar təsirlərdir. Təsirlər. Aha, belə gedir izaha. Kənar təsirlərə məruz qalma sıxlığına görə əslində introvert və ekstravert olaraq iki şəxsiyyət tipi irəli sürür Karl Jung. İlk öncə introvert düşüncə tərzinin izahını verək. Introvert şəxslərdə xüsusən müşahidə olunan davranışlar tək qalmaqdan stimul almaqlarıdır. Tək qalmaqdan stimul alırlar. Və təbii ki, səthi və uzun-uzadı müzakirələri sevmirlər. Bu xüsusiyyətinə görə bəzən bizi çaşdırmaq üçün testdə yazılır ki, onlar utancaq və özünə qapanan olurlar. Xeyr, əslində gözəl də ünsiyyət qurmağı bacarırlar. Sadəcə səthi və uzun-uzadı lazımsız söhbətlər olduqda bundan tez sıxırlar, mənəvi olaraq yorulurlar. Bu, introvertlərin xüsusiyyətləridir. Tək qalmaqdan stimul alır, uzun-uzadı səthi müzakirələri sevmir. Daha sonra qərar qəbul edərkən şəxsi subyektiv fikri ön planda olur. Yəni başqalarının fikirlərini qəbul etmir demirik, dinləyir. Amma sonda daha çox öz şəxsi düşüncəsinə əsasən qərar verir. Başqalarının düşüncəsinə görə yox. Şəxsi düşüncəsinə görə qərar verdiyi üçün uzun müddətli araşdırma aparır. Uzun müddətli araşdırma aparır. Və uzun müddətli araşdırma nəticəsində öz fikrini formalaşdıra bilir. Əslində uzun müddətli araşdırma aparması introvertin mənfi xüsusiyyətidir. Amma fikrini gec-gec dəyişməsi onun müsbət tərəflərindən biridir. İntrovert şəxsiyyət tipinin mənfi tərəfləri əslində birini dedik. Mənfi tərəflərində isə daha uzun müddət araşdırma aparması çox vaxt alır və çox vaxt alması da mənfi tərəflərindən biri. Digər tərəfdən isə uzun və səthi müzakirələr onu mənəvi olaraq yorduğundan ünsiyyətdən uzaqlaşır və bu zaman əslində asosiallıq yarana bilər həmin şagirdlərdə. Yəni çalışmalıyıq ki, bu tipli insanları da, şagirdləri də davamlı əməkdaşlıq və kollektiv, qrup fəaliyyətlərinə cəlb edək. Bunlarda da həmin o bacarıqları inkişaf etdirək. Bu introvert şəxsiyyət tiplə bağlı verdiyimiz məlumat. Daha sonra mən sizə danışacağam ekstravert şəxsiyyətlə bağlı. Ekstravertlər kimlərdir? Ekstravertlər introvertin əksinə ünsiyyəti sevir. Ünsiyyət bacarığını sevir. Və ünsiyyətdə olmağı sevən biridir. Təklikdən stimul almır. Bu ünsiyyətdən stimul alır. Təklikdən sıxılır. Daha sonra bu artıq sıxıcı gələcək tək qaldıqda olar. Hansı ki, bir ekstravert gəlsin evə, heç kim yoxdur, dərhal zəng eləyib evdəkilərlə maraqlanacaq ki, hardasınız və ya zəng eləyib söhbət edəcək ki, tək vaxt keçirmir çünki. Narahat təklikdən sıxılır. Daha sonra biz indi deyək ki, ünsiyyəti sevir, təklikdən sıxılır. Deməli, səthi müzakirələrin bunun üçün heç bir problemi yoxdur. Əsas odur ki, ünsiyyət olsun, tək olmasın. Bu, yadda saxlayaq, diqqət mərkəzində olmağı da sevir. Diqqət mərkəzində olmağı sevir. İndi, öz fikrindən daha çox kənar təsirləri üstün tutur. Yəni, şəxsi fikri yoxdur demirik, amma daha çox kənar təsirlərə əsasən qərar verir. Bu zamanda əgər kənar təsirlərə əsasən qərar verirsə, tez-tez fikrini dəyişə bilir. Tez-tez fikrini dəyişə bilir. Yəni, uzun müddətli, geniş bir araşdırma aparmasına ehtiyac yoxdur. Ağlına batan fikri qəbul edəcək. Bu da onun mənfi xüsusiyyətlərindən biridir ki, tez-tez fikrini dəyişə bilir. Daha sonra, biz elə mənfi cəhətlərinə baxıb ekstravertin hansı mənfi cəhətləri var? Birincisi,
O ünsiyyəti sevdiyindən sinifdə ünsiyyət qurmaq üçün lazımı qədər adam olmalıdır. Düşünək ki, onun kimləsə münasibəti dəydi sinifdə, müəllimlərmi, sinif yoldaşlarımı, o zaman həmin mühiti sıxıcı hesab edəcək və buradan tez bezəcək, tez yorulacaq, tez də ruh düşəcək. Biz çalışmalıyıq ki, ekstravertib şagirdlərin sinifdə ünsiyyətini düzgün quraq və düzgün istiqamətlər verək. Mehriban davranaq. Bütün şagirdlərə təbii mehriban davranmalıyıq. Onların dərsdən uzaqlaşmasına şərait yaratmayaq. Bu ekstravert intellekt tipini, şəxsiyyət tipinin xüsusiyyətlərindən biri. Digər bir problem isə tez nəticəyə gəlməsidir və dərin və uzun müddətli araşdırma aparmadığı üçün yanıla bilərlər və gəldiyi fikri tez-tez dəyişə bilər. Tez-tez fikir dəyişə bilər. Bu da ekstravertlərin digər mənfi xüsusiyyətidir. Baxın, introvert və ekstravert haqqında dediyimiz bu qədər. İndi Carl Jung'dan da əlavə Hans Eysenck deyir ki, üçüncü şəxsiyyət tipi var əslində deyir. Bunlar olacaq Hans Eysenck'a aid fikir. Eysenck. Hans Eysenck deyir ki, əslində kənar təsirlərə məruz qalması və subyektiv fikri arasında gedib gəlməsini görə insanlar üçüncü tipə də ayrılır ki, bunlar da adlanır ambivert. Ambivert. Ambivert tip bəs nədir? Ambivertlər hər ikisi bərabərdir. Biri digərindən üstün deyil. Yəni, bir var subyektiv fikrinə əsasən qərar versin. Bir var kənar təsirlər üstünlük təşkil etsin. Bir də var həm subyektiv, həm kənar bərabər olsun. Yəni, introvertə nümunə göstərdim. Mən ətrafda hər kəs mənə qərar qəbul edəcəkdir bir məsələ ilə bağlı. Hamı fikir dedi. Amma sonda getdim, özüm araşdırdım və son nəticəni əldə etdim. Ekstravert isə kənar deyilən fikirlərdən ağlına batanı elə götürüb onu icra edəcək. Yəni, kənardan deyilən fikirləri çox qarışdırmır. Ambivertlər isə kənardan fikirlər deyir, bunu qəbul edir, gedir uzun müddətli araşdırma aparır və gəlir fikirləri deyən şəxsləri bir araya toplayır, sonda qərar qəbul edir. Yəni, daxili faktor və kənar təsir bərabərdir. Biri digərindən üstün deyil. Bu olur ambivert. Bundan sonra araşdırma aparılır. Müəyyən olunur ki, məktəbdə 500 üzərində aparılan 500 nəfər uşaq üzərində aparılan araşdırmada 40% ekstravert, 20% introvert və digər qalan 40% də ambivert tipə aiddir. Bu, şəxsiyyətin tipləri haqqında verdiyimiz məlumat. Gəlin bununla bağlı bəzi testlərə baxaq. Təsvir olunan şagirdlərdən hansı introvert şəxsiyyətə malikdir? Gəlin axtaraq. Daha çox müzakirə zamanı yeni fikirlər formalaşdırır və ya mövzunu daha yaxşı anlayır. Müzakirə zamanı yeni fikirlər formalaşırsa və mövzunu daha yaxşı anlayırsa, müzakirə ekstravertə aiddir, tək deyil. Subyektiv fikirlərinə əsasən qərar verir və diqqət mərkəzində olmağı sevir. Subyektiv fikrinə əsasən qərar verməsi doğrudur, amma diqqət mərkəzində olmaq ona aid deyil. Bu da ekstravertə aiddir. Bizdən introvert istəyir. Müəyyən konsept haqqında nəticə çıxarmaq üçün bir çox məlumatlar arasında əlaqə qurur. Bir çox məlumatlar arasında əlaqə qurması bunun introvert olduğunun göstəricisidir. Çünki daha uzun müddətli və geniş, uzun-uzadı araşdırma aparırdı introvert. Cavab C bəndi olacaq. Digərlərinə baxaq. Daha çox təklikdə yeni mövzunu daha yaxşı anlayır və tez-tez fikirlərini dəyişdirir. Vədən əvvəl introvertə aiddir. Amma tez-tez fikirlərini dəyişməsi ekstravertə aiddir. Ona görə D bəndidir. Doğru deyil. Əldə etdiyi müxtəlif informasiyalar arasında tez bir zamanda əlaqə yaradır və nəticə çıxarır. Tez bir zamanda əlaqə yaratması ekstravertin xüsusiyyəti. İntrovert daha uzun müddətli araşdırma aparır. Başqa bir sual. Şagird
bu ilin modasına uyğun olaraq geyinir. Əgər bu ilin modasına uyğun geyinirsə, deməli ətrafla və cəmiyyətlə ayaqlaşır. Bu olacaq ekstravert intellekt tipinin və yaxud da şəxsiyyət tipinin göstəricisi. Daha sonra başqa bir suala baxaq. Hı -hı. 16-cı sual. Siz özünüz də saxlayıb cavablandıra bilərsiniz. Çünki əsas izahları artıq öyrənmişsiniz. Şagird əsərdəki obrazı qiymətləndirərkən uzun müddətli araşdırma və təhlil aparır. Uzun müddətli araşdırma və təhlil introvertə aiddir və bundan sonra öz düşüncəsini yoldaşları ilə bölüşür və nəticə çıxarır. Bu da ekstravertdir. İndi baxırıq, daxili subyektiv fikri üstün olan və kənar təsir üstün olan. İkisi birləşib, ikisini eyni anda icra edir. Deməli, biri birindən üstün deyil. Bu 16-da cavab olacaq C bəndi. Daha sonra verilənlərdən hansı introvert şəxsiyyət tipinə aid edilə bilər? Təcrübədə uğursuzluğa uğrasa da yenidən cəhd etmək üçün kiminsə həvəsləndirməsinə ehtiyac duymur. Əgər kiminsə həvəslənməsinə ehtiyac duymursa, təbii ki, subyektiv fikir ön plandadır. Bu introvertdir. Fənnə marağı müəllimin münasibətinə əsasən formalaşır. Müəllimin münasibəti, yəni ətrafdakıların münasibəti yaxşıdırsa, deməli bu ekstravertdir. Olmadı. Valideynlərinin tövsiyəsini dinləyərək qisas seçimi edir. Əgər valideynlərinin tövsiyəsini dinləyirsə, o zaman bu da ekstravertdir, olmadır. Daxili motivasiyasından istifadə edərək icra etdiyi işə cəlb olunur. Doğrudur. Bu da olacaq. İntrovert daxili motivasiyası şəxsi subyektiv fikridir. Qərar qəbul edərkən dərindən təhlil aparır və xeyli vaxt sərf etməli olur. Uzunmüddətli araşdırma introvertə aiddir. Bu da doğrudur. A, D və E. A, D ilə A bəndində A, B, C yazılır. A, B, D. A, D var, amma B yazılır. Burada aydındır. Cavab olacaq A bəndi. Şimdi biz başqa bir göstəricilərə baxaq. Şəxsiyyətin formalaşması və inkişafı ilə bağlı biz xarakterin formalaşma mərhələlərini bilməliyik. Ümumiyyətlə, pedaqogikada bir müəllim xarakterin formalaşma mərhələlərini bildikdə daha uğurlu həmin dövr xüsusiyyətlərini öyrənər və o dövrlərə görə istifadə edə bilər. Xarakterin formalaşma mərhələsində birinci addım. Birinci addım olacaq burada əxlaqi dəyərlərin olmadığı dövr. Əxlaqi dəyərlərin olmadığı dövr 0-2 yaşı əhatə edir. Piaget'in hissi hərəki mərhələsinə uyğun gəlir. Bu zaman uşaq körpəli illərinə təsadüf edir. Körpə qaydalar bilmir, standartlar bilmir. Yalnız özünün fiziki ehtiyaclarını ödəməsi üçün hərəkətlər edir, emosiyalarını ifadə edə bilir. Yəni, çox acır ağlayır, ancaq bu formada çağıla bilir və s. Bu olacaq əxlaqi dəyərlərin olmadığı dövrün göstəricisi. İkinci dövr olacaq özünə yönəlmə mərhələsi. Özünə yönəlmə mərhələsi də 2-6 yaşı əhatə edəcək və bu mərhələdə əslində qaydalar və standartlardan məlumatı var uşağın. Bu körpəli illəri deyil artıq. Qaydalar var, standartlar var, amma özünü razı salmağa çalışır. Özünü məmnun etməyə çalışır. Qaydalar və standartlara əməl etmir. Bu birinci mərhələ hissi hərəkiyə uyğun gəlir. İkincisi isə ilkin əməliyə uyğun gəlir. Xarakterin formalaşmasının üçüncü mərhələsi olacaq ənənələrlə ayaqlaşma. Ənənələrlə ayaqlaşma mərhələsi 6
12 yaşa əhatə edir və həmin mərhələdə artıq ikinci mərhələdə qaydalar, standartlar bilinsə də, özünün və başqalarının maraqlarını ayırd edə bilsə də, bunu pozmurdu. Pozurdu, üzr istəyirəm. Özünü məmnun etməyə çalışırdı. Ənənələrlə ayaqlaşma mərhələsində isə bunu artıq mümkün nəticələrindən çəkindiyi üçün pozmayacaq. Çünki bilir ki, qaydanı pozsa cəzası var. Onu pis nəsə gözləyir. Ona görə də pozmayacaq. Dördüncü, qeyri-rasional şuur dövrü. Qeyri-rasional şuur dövrü 12 üzəridir və burada yaş yazmırıq artıq. Yaş ilə bu son üçü tam uyğunlaşdırmışdır, çünki fərqli fikirlər qeyd oluna bilər. Bu mərhələ yeniyetməlik illərinə təsadüf edir. Buna görə də onlar məntiqlə, ağılla qərar verə bilmirlər. Hissləri ilə qərar verirlər. Sonuncu mərhələ isə rasional şuur dövrüdür. Rasional isə artıq bu mərhələdə yeniyetməlik yox, yetkinlik illərinə təsadüf edir. Burada artıq insan ağılla, məntiqlə düşünərək hərəkət edə bilir. Bu olacaq bizim üçün xarakterin formalaşma mərhələləri, xüsusiyyətlərinə baxmaq üçün videonu geri qaytarıb təkrar baxa bilərsiniz. Bunun ardınca sonuncu izahımız şəxsiyyətinin formalaşmasında və inkişafında məktəb və müəllimin rolu. Şəxsiyyətin inkişafında formalaşmasında bir sosial mühit demişdik və həmin sosial mühitdə məktəb mühitini də nəzərə almışdır. Məktəb kollektivinin mühitini də insanda formalaşdıracağı bacarıqlar, yəni lazım qədər bacarıqlar var və mühitin təsiri ilə təbii ki, formalaşacaq. Buna görə də biz şagirdlərimizdə mühitin təsirinə uyğun ifadə edəcəyimiz strategiyalardan bəziləri, məsələn, qruplarla iş strategiyasıdır ki, biz qrupdan da istifadə edərkən həm introvert, həm ambivert, həm də ekstravertləri bir yerə yığa bilərik. Biz artıq bunu keçmişik. Müxtəlif tərkibli, yəni qarışıq qruplar, heterogen qruplardan istifadə etməliyik bu qrupları təşkil edərkən. Yəni homogen, eyni tərkibli olmamalıdır. Bunlar da artıq şəxsiyyətin inkişafında hər kəsin eyni düşünmədiyini anlamalıdırlar. İkinci, gözləmə, düşünmə vaxtının verilməsi. Düşünmə vaxtının verilməsi. Biz bu mövzunu artıq öyrənmişik. Şagirdlərə 3 saniyə müddətində əl qaldırmağa icazə vermirik. 3 saniyədən sonra artıq biz sualın çətinlik səviyyəsinə görə vaxtı artıra bilərik. Daha sonra şagirdlərimiz üçün müsbət gözləntilər qoymalıyıq. Gözləntilərlə bağlı irəli dərslərdə keçəcək gözlənti müsbət gözlənti şəklində və dəqiq və spesifik formada ifadə olunmalıdır. Onun da sərt forması olur, qaydalar. Daha sonra şagirdləri müzakirəyə cəlb etmək. Müzakirəyə cəlb olunması, bu da şəxsiyyətin inkişafına və formalaşmasına təsir edir. Şagirdlərimizə tərbiyə prosesində konstruktiv rəy verməliyik. Yəni, əks əlaqə qurmaq, bu da şagirdlərin tərbiyə prosesində inkişafını təmin edəcək. Biz artıq əks əlaqə quraraq onları inkişaf etdirə bilərik. Bu, bizim üçün tərbiyədə əks əlaqə. Daha sonra özlərini rahat ifadə etdikləri və çəkinmədikləri, utanmadıqları bir mühit yaratmalıyıq. İfadə etməkdən çəkinmədik. Buna deyirik, sağlam mühit, sağlam və qayğıkeş mühit yaradılmalıdır. Sağlam və qayğıkeş mühit yaradılmalıdır.
Xarakterin, şəxsiyyətin formalaşması və inkişafı ilə bağlı verəcəyimiz izah bu qədər. Hər hansı bir sualınız olsa, rəy bölməsində yaza və yaxud bizimlə birbaşa əlaqə saxlaya bilərsiniz. Sağ olun, Allah'a emanet olun.